Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib. Today Press Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Prosesin dalana dirəndiyini düşünmürəm. Ola bilsin ki, bizim saziş imzalamaq təklifimiz Azərbaycan tərəfi üçün bir qədər gözlənilməz olub. O qeyd edib. Simonyanın sözlərinə görə, hər iki ölkənin öz taleyini müstəqil həll etmək üçün kifayət qədər gücü var. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığı qeyd olunub. Eyni zamanda Azərbaycan dəfələrlə bəyan edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir. Ermənistan konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT Minsk qrupunun və aidiyyatı strukturlarının buraxılmasını dəstəkləməlidir. Qiymət Mahir, Today Press.